UEFA tərəfindən qonaqlarımız var və praktiki dərslərimizdə, fiziki dərslərdə iştirak edirlər və bizə yardımçıdırlar. Ümumi olaraq düşünürəm ki, ikinci dövrə üçün bu keçirdiyimiz təlim-məşq toplanışı daha faydalı olacaq və sonluqda, yəni istər-istəməz çempionatda biz bunun bəhrəsini görə biləcəyik. Fikrimcə, qış təlim-məşq toplanışı baş hakim və hakim köməkçilərinin Misli Premyer Liqasının ikinci yarısına hazırlaşmaları baxımından çox vacib idi. Hakimlərimiz gündə 2 dəfə ümumi fiziki hazırlıq üzrə məşqlər keçiblər. AFFA-nın dəvəti ilə UEFA Hakimlər Komitəsinin üzvü tərəfindən nəzəri və praktiki seminarlar təşkil olunub. Carlos Velasco meydanda mövqe seçimi və oyunun idarə olunması mövzusunda praktiki seminarlar keçib. UEFA-nın fiziki hazırlıq üzrə məsul şəxsi Werner Helsen isə fiziki hazırlıq, praktiki hərəkətlər və qərarvermə mövzularını əhatə edən seminarlarda çıxış edib. Təlim-məşq toplanışı çox səmərəli şəkildə keçdi bu bir həftə. Xaricdən də tanınmış mütəxəssislər qoşuldular və əlbəttə ki, onların da verdiyi tövsiyələr, onların verdiyi hansısa bir gedişatlar bizlər üçün də, yeni qoşulan cavan hakimlər üçün də səmərəli olacağını düşünürük. Təlim-məşq toplanışına UEFA-dan gələn bir neçə mütəxəssis də qoşulub və buna görə də AFFA-ya öz təşəkkürümüzü bildiririk ki, belə mütəxəssislərlə bizim görüşümüzü və onların bizim seminarda iştirak etməyimizə hər cür şərait yaradılıb. Carlos Velasco, Carvalho və Werner Helsen də qoşulmuşdu və biz həm varın, həm də ki, fitness vəziyyətimizin daha yüksək pillələrə qalxmaq üçün bəzi məlumatlar aldıq.